Bilirsiniz, bir gün kənd yolundan keçəndə köhnə, dama azca uçmuş bir ev gördüm. Birdən yadıma bir hekayə düşdü. Bəlkə də bu bir çoxumuzun hekayəsidir. Kənddə balaca bir qız yaşayırdı. Onun nə bahalı oyuncaqları vardı, nə də rəngli paltarları. Amma onun çox böyük bir dünyası vardı. Hər axşam köhnə sobanın kənarında anasının dizinə baş qoyub deyərdi: "Ana, bir gün mən böyüyəcəm. Səni bu köhnə evdən çıxaracağam. Sənə elə bir ev alacağam ki, hər tərəfi işıq olacaq. Soba qalamağa ehtiyac qalmayacaq." Anası gülümsəyib onun qara saçlarını sığallayardı. İllər keçdi, qız böyüdü, şəhərə getdi. İşləyib çətinliklər gördü. Bir gün həqiqətən də o böyük işıqlı evi aldı. Amma o evə köçəndə bir şey anladı. O anladı ki, insanı xoşbəxt edən o divarların təzə olması deyilmiş. İnsanı xoşbəxt edən o köhnə evdə anasının dizində qurduğu o təmiz xəyallarmış. Bəzən varlanmaq üçün yox, sadəcə o huzuru tapmaq üçün çalışırıq. Bəs sizin uşaqlıq xəyalınız nə idi? O xəyala çatdınızmı?